Ölkə üzrə hava şəraitində sabahdan başlayaraq ciddi dəyişikliklər proqnozlaşdırılır. Musavat məlumat verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəbərinə görə qarşıdakı 10 gün ərzində həm Bakıda, həm də bölgələrdə hava kəskin dəyişəcək. Bir sıra günlərdə yağıntıların intensivləşməsi, dağlıq ərazilərdə isə qar və çovğun müşahidə ediləcək. Paytaxtda növbəti günlərdə temperatur tədricən aşağı düşəcək. Gecə saatlarında 5-800, gündüz isə 9-1300 arasında dəyişəcək. Şimal-qərb küləyi bəzi günlərdə güclənəcək. Həftənin ortalarından etibarən yağış intensivləşəcəyi, yüksək rütubət fonunda bəzi ərazilərdə sulu qar ehtimalı da var. Küləyin sürətinin arabir 20-25 metr saniyədək çatacağı gözlənilir. Regionlarda hava qar və çovğun gəlir. Ölkənin şimal və qərb rayonlarında yağıntıların daha güclü olacağı proqnozlaşdırılır. Dağlıq və dağ ətəyi zonalarda havanın temperaturu mənfi göstəricilərə düşəcək və qar yağacaq. Quba, Şamaxı, Kəlbəcər, Laçın istiqamətlərində çovğun duman və yollarda buzlanma gözlənilir. Cənub bölgəsində yağışlı hava üstünlük təşkil edəcək, Aran rayonlarında isə soyuq külək və fasilələrlə yağış müşahidə ediləcək. Yollar və nəqliyyat üçün xəbərdarlıq. Sürücülərə xəbərdarlıq olunur ki, yaxın günlərdə yolların buz bağlaması, dağlıq ərazilərdə çovğun səbəbindən görünüş məsafəsinin azalması, eləcə də güclü külək fonunda fəsadların baş verməsi mümkündür. Ehtiyatlılıq tövsiyə edilir.